Videoya diqqətlə baxın. Deməli, məsələn, hər hansısa bir söz yazıram bura. Olsun fast food. Daxil oluram videoya. Ortadakı bəndə girirsiniz və burada yemək videosu və yaxud hər hansısa bir video çəkən dostlarımız götürür bunu, bu teqləri kopyalayır, videonun teqlər bölməsinə götürür, yapışdırır. Bu çox sərf hərəkətdir. Ona görə ki, bu teqlər axır sistemə oturub. Ondan da əlavə bu videonun teqləri sizin teqlərinizə uyğun gəlməyə bilər. Çünki bu xarici kanaldır və siz Azərbaycanda bunu etmək istəyirsiniz və yaxud da əksinə. Və bizə nə lazımdır? Daxil oluruq video 2-yə, pul qazanmaq. Yazırıq, axtarılmağı göstər. Ən aşağı çox düşük yazılanları seçirsiniz. Mediumdur bu. Burada düşükdə yazılsa, burada mediumdur, sarı işıqdır. Bunun başını buraxırsınız. Türk sözləri yazmışsınız. Çünki Türkiyədən bizim kanalımıza baxan çox az adam var və bizim dili başa düşmür. Əgər başa düşən fikirləşirsiniz ki, başa düşəcək, yəni öz məsləhətinizdir, özünüz bilərsiniz. Mən məsləhət görmürəm. Və seçirik çox düşük olanları və yaşıl hissə olanları. Burada biraz da yaşıl, biraz tünd olan hissəsi də var, o daha yaxşıdır. Seçirsiniz onları, yatırımsız qazancı məsələn. Seçirsiniz bu sözləri. Mən məsələn belə edirəm. Bunları seçdim, buradan kopyaladım. Gəlirəm bura, əslində öz etdiyimi yəni başa salmaq istəyirəm ki, mən necə eləyirəm. Teqləri saxlamaq üçün bir də görürsən ki, məndə elə olur ki, bir neçə söz yazıram ki, videoma aid olan bütün sözləri tapa bilim və aşağı göstəricidə olsun. Tapıb bu hissədən kopyalayandan sonra gəlirəm bura, translate-ə və Ctrl-V basıram. Sonra yenə növbəti, məsələn, və yaxud söz axtarmıram. Sonra yenə növbəti sözü axtarıram və yaxud heç söz axtarmıram. Burada yazılan sözlərdən, məsəl üçün, internetdən pul qazanmaq sözünə aid bütün sözləri görmək istəyirəm. İstəyirəm ki, biraz da geniş rakursda, geniş ətraflı olsun. Biraz istəyirəm ki, ətraflı olsun. Və o sözü basanda yenə gəlirəm, burada yenə sözlər çıxır və yenə baxıram ki, hansı sözlər burada yoxdursa, onları yenidən kopyalayıram, yapışdırıram bura. Yenə deyirəm, dostlar, bu strategiyanı Azərbaycanda heç kim YouTube-da sizə başa salmır. Başa salıbsa da mən görməmişəm ki, yetəri qədər YouTube-da araşdırma aparmışam. Və mən bu kursu sizə pulsuz keçirəm. Lakin baxıram ki, videonu izləyirsiniz və bəyənmək çox aşağıdır. Rəy yazanlar çox azdır. Allah bəyənənlərdən və rəy yazan dostlarımızdan razı olsun ki, onların sayəsində bizim videomuz daha çox insana göstərilir. Nəysə, götürün, istifadə eləyin, halal xoşunuz olsun. İnşallah ki, dəyər bilən izləyicilər yenə videonu bəyənəcək, həmişəki kimi. Yenə də rəylərini yazacaqlar. Və yaxud bu sözlərə uyğun olan cümlələr var ki, bura girirsiniz və bax, burada cümlələr var. Bu cümlələr, məsələn, burada var internetdən pul qazanmaq, burada var Azərbaycanda günlük internetdən pul qazanmaq. Çox gözəl bir strategiyadır bu. Bu teqləri də götürürsünüz. Suallar bölməsində, indi burada yoxdur, amma suallar bölməsində düşənlər də olur. Götürürsünüz, istifadə edirsiniz videolarınızda. Kanalınız böyüyür, inkişaf edir. Olursunuz YouTuber. Allahın izni ilə. Əziyyət itirməyənləriniz videonu bəyənir, şərh yazır, kanala abunə olur. Əziyyət itirənlərinizin də Allah kömək olsun. İnşallah ki, 1000 abunəçiyə biz çatanda əlavə olaraq mənim aldığım 2 kurs var ki, biri Udemy kursudur, biri də ödəniş eləyib onlayn şəkildə keçmişəm və onların videoları məndə var, kompüterimdə var. İlk 1000 abunəçimlə kursların ikisini də paylaşacağım, heç bir ödənişsiz, Allahın izni ilə və onların professionallaşmasında onlara kömək eləyəcəyəm. Mənim videomu, birinci videomdan bugünkü videoma qədər baxan izləyicilərə mən analitikalardan baxıram və görürəm ki, onlar videonu necə bəyənir, necə abunə olurlar və necə şərhlərdə fikirlərini bildirirlər və onlar
bu videoma baxar və mən onlara demək istəyirəm ki, o insanlar mənim üçün çox dəyərlidirlər. Burdan bilmələrini istəyirəm. Ki, kanal açılandan bu yana mənim dəstək olduğum insanlar arasında 80-90 nəfər videolarıma baxırsa, onların 3-4-ü mənim üçün çox önəmli insanlardır ki, onlar videonu bəyənib şərh yazan insanlardır və onlara çox böyük yaxşılıqlar olunacaq biz tərəfdən. Nəysə, hamınızdan Allah razı olsun dostlar. İstifadə eləyin və Allahın izni ilə xeyrini görün. Mən üzr istəyirəm, biraz çox danışdım, ancaq inşallah ki, başa düşənlər bildilər mən nəyi, hansı fikirlə dedim. Sağ olun dostlar, Allah amanında.